Hər vaxtınız xeyir. Bu dəfəki mövzumuz fəza fiqurlarıdır. Bəlkə başqalarına çətin gələ bilər, fəza fiqurlarından qorxa bilərsiniz. Qətiyyən qorxmayın. Bu mövzu bizim üçün çox asan olacaq. Mən buna əminəm. Siz də bu əminliklə mövzu izahını izləyin. Ümumi planını verirəm sizin üçün fəza fiqurlarını nə öyrənəcəyik? Cəmi 4 dənə şey. Nədir bu? 1, 4 dənə şey deyim, 4 dənə başlıq da, yəni. 1, prizma, 2, piramida, 3, düzbucaqlı paraleliped, 4, kub. Vəssalam. Prizma nədir? Piramida nədir? Düzbucaqlı paraleliped nədir? Kub nədir? Biz bunları tam ətraf şəkildə başa düşsək, düsturlarını öyrənsək ki, onsuz həm başa düşdük su kimi, düsturlarını da öyrəndik, düsturlar çətindir, amma biz hələ məntiqlə də tam tutacağıq ki, əslində bu fiqurlardan danışılır, nədən danışılır və bizim üçün heç bir çətinliyi olmayacaq, buna əmin olun və bu rahatlıqla video izahı izləyin. Hətta prizma və piramidanın mövzu izahı üçün mən başqa bir video izahım var, onu bu videoma birləşdirəcəm montajla. Mən bir yerdən sonra dayanacağam, elə ki, onu birləşdirəcəm. Siz o video izaha baxandan sonra mən tezdən davam edəcəm. O video izah bitəndən sonra. Video baxanda özünüz görəcəksiniz, ardıcılı, yəni yapışdıracağam bir-birinə. Niyə burada izah vermirəm prizma və piramidanın izahını? O video izahı yapışdırıram ora. Çünki o video izahı mən hazırlamışdım 5-ci sinif şagirdləri üçün. 5-ci sinif şagirdləri onu su kimi başa düşürsə, siz hay-hay başa düşürsünüz. Orada xüsusi proqramlardan da istifadə eləmişəm. GeoGebra proqramı var. O proqram vasitəsilə biz prizma, piramidanın boş düsturlarını deməmişəm. Prizmanın nə olduğunu, nə formada görsəndiyini, niyə prizma dediyimizi, piramidanın nə olduğunu, nə formada görsəndiyini, hansı üzlərinin necə görsəndiyini o proqram vasitəsilə göstərmişəm. Tam məntiqini tutmuşuq. Tam məntiqini tutandan sonra da öyrənmişik ki, düsturlar. Düsturlar çox asandır, amma o düsturlar yadımdan çıxsa belə mən o məntiqini tutduğum üçün heç vaxt o düstur yadımdan çıxmaz. Birincidən əvvəldən mən bu fiqurların nə olduğunu anladığım üçün. Deməli, orada düsturları nə öyrənəcəksiniz? Təpə nöqtələrin sayını, yan üzlərinin sayını, ümumi üzlərinin sayını, son nə idi? Təpə nöqtələri, yan üzlər, ümumi üzlər, tillər, hə, bir də tillərin sayını. Vəssalam. Bu 4 dənə şey həm prizma üçün, həm piramida üçün öyrənəcəksiniz, bitdi. Ümid edirəm ki, indi keçirik video izaha və video izahda siz hər şeyi tam anlayacaqsınız. Video izahdan sonra isə mən düzbucaqlı paraleliped və kubun izahına keçəcəm. Keçək videomuza. Mövzumuzun adı fəza fiqurlarıdır. Bu mövzunun izahını vermək üçün əlbəttə kitabdakı terminləri də oxuyacağıq, başa düşməyə çalışacağıq, təhlil edəcəyik, öz bildiyimiz formada göstərməyə çalışacağıq və bir dənə proqram yükləmişəm, GeoGebra, düzdür, mən özümdə tez ələm qurdalamışam proqramı, amma az-çox biraz öyrənmişəm. O proqramı necə yükləmişəm, o sizə lazım deyil, yəni. O proqramı yükləmişəm çünki fəza fiqurlarını çoxsu görə bilmir. Yəni ki, uşaqların çoxsu fəza fiqurunu görə bilmir. Yəni ki, mən başa salsam da, bir 40% başa düşəcək, 60% yox. Amma mən ümid edirəm ki, həmin proqram vasitəsilə fəza fiqurlarını göstərəndə sağını, solunu, üzünü filanını ən azından bunu 80-90% rahat şəkildə başa düşəcəksiniz. 10% də diqqətsizlik etdiyi üçün başa düşməz yəqin ki. Başlayaq. Birincisi əvvəldən deyim ki, fəza fiqurları haqqında danışanda bu mövzuda prizma və piramidalar haqqında danışılır. Ona görə hindidən yazın. Prizma və piramida. Birinci bu sözləri yadda saxlayın. Prizmalar və piramidalar. Yazıram bura. Prizma, bir də piramida. Qorxmayın, hamısını su kimi öyrənəcəksiniz. Çox asan bir mövzu olacaq. Diqqətlə qulaq asıyoruz, həvəslə dinləsiyoruz. Maraqlı da mövzudur. Prizmalar var və piramidalar var. Birinci prizma haqqında yazıblar. Prizmanın iki paralel üzü, onun alt və üst oturacaqları, digər üzləri isə yan üzlərdir. Bunu oxuduq, heç nə başa düşmədik. Bu nədir? Paralel üzü, alt və üst oturacaqları. Əlbəttə başa düşməsiniz. Gəlin, hər dəfə kitabdan oxuyaq, sonra gedək başa düşməyə çalışaq, sonra gələk tezdən həmin cümləni oxuyaq, görün onu necə rahat şəkildə başa düşəcəksiniz. Gəlin, birinci mən bunu axıra kimi tamamlayayım. Prizma oturacağındakı fiqurun adı ilə adlandırılır. Prizmanın yan üzlərinin sayı oturacaq çoxbucaqlısının tərəflərinin sayına görə dəyişir. İndi keçək bu proqrama, o cümləni tezdən oxuyacaq. Mən burada öz izahımı verməyə çalışım sizə. Bir dənə prizma çəkməyə çalışacağım. Məsələn, üçbucaqlı prizmadan başlayaq da. Siz biraz səbirli olun. Bir dənə üçbucaq çəkməyə çalışım burada. Baxın. Üçbucaq. Üçbucağı çəkdik. İndi bunu prizma formasına götürək. İndi diqqətlə qulaq asın, başa düşməyə çalışın. Baxın, prizma nədir? Prizma üçün, məsəl üçün, üçbucaqlı prizma deyirlərsə, üçbucaqlı prizma. Üçbucaqlı prizma deyəndə, bax, bunu başa düşün. Deməli, bir dənə fiqur var, cisim var.
fəza fiqurlar cisim formasında olur. Yəni ki, bir dənə cisim var. Bu fiqurun oturacağı üçbucaqlıdır. Əgər üçbucaqlı prizma deyirsə, bu fiqurun deməli oturacağı üçbucaqlıdır. Yəni ki, bax, üçbucaqlı çəkirik. Bu üçbucaqlı. Və baxın. İndi bunu qoy çəkim. Sonra kitaba da qayıtacağam. Deməli, baxın, bax bu üçbucaqlı prizmadır. İndi üçbucaqlı prizmanın oturacaqları var. Yəni ki, aşağısı, baba belə rahat görə bilirik də. Aşağısı və yuxarısı. Görürsünüz, göstərə bilirəm. Bax, aşağısı və yuxarısı. İkisi nədir? Üçbucaqdır. Bax, aşağısı və yuxarısı. İndi qayıdıram, kitabdan tezini oxuyuram. Baxın, prizmanın iki paralel üzü, bax, bunu demək istəyir. Prizmanın iki dənə paralel üzü var. Yəni ki, bu üçbucaqla, baxın, bu üçbucaqla yuxarıdakı bu üçbucaq bir-birinə paraleldir. Görürsünüz? Bax, bu da bu istiqamətdə gedir, bu üçbucaq da bu istiqamətdə. Yəni ki, bu üçbucaqla bu üçbucaq bir-birinə paraleldir. Bunu demək istəyir. Prizmanın iki paralel üzü, onun alt və üst oturacaqları, görürsünüz, altda və üstdədir. Alt və üst oturacaqları adlanır. Deməli, prizmanın iki dənə oturacağı olur. Alt və üst. Digər üzləri isə yan üzlərdir. Yəni, yan üzlər də hansılardır? Qaydaq bu üzə, bir dəqiqə proqramanı. Bu da yan üzlərdir. Baxın, bax, bir dənə yan üz, görürsünüz, bax, bu üzbə-üz biz nədir? Bax, fırladıram, ikinci yan üz, fırladıram, üçüncü yan üz bu formada. Yəni ki, bunlar, bax, atın bunu belə özü fırlansın, bunlar yan üzlərdir. Yaxşı, bunlar yan üzlərdir və bunlar oturacaqlardır. Prizma başa düşürsünüz. Deməli, prizma deyiləndə, tezdən başa salmalısınız. Prizma o deməkdir ki, iki dənə paralel fiqur olur. Yəni ki, aşağıda və yuxarıda eyni fiqur bir-birinə paralel olur, eyni ölçüdə fiqurlar və eyni fiqurlar. Və sonra bunların yan üzləri olur. Bunlara oturacaq deyirik, prizmanın oturacaqları bunlara yan üzlərdir. Yəni, yanda onlara yan üzlər, yuxarı və aşağıda bir-birinə paralel olan hissələrinə isə oturacaqlardır və buna prizma deyilir. Əgər bir cisimdə iki dənə üz bir-birinə paralel və eyni fiqurlardan ibarətsə, biz bu fiqura nə deyəcəyik? Bu cisimə nə deyəcəyik? Prizma deyəcəyik. Və sən bunu ömürlük yadda saxlayın. Və əgər siz bunu başa düşmüsünüzsə, çox güman ki, tezdən qayıdıram bura. Bu cümləni rahat başa düşürsünüz. Prizmanın iki paralel üzü, onun alt və üst oturacaqları, digər üzlər isə yan üzlərdir. Və deyir ki, prizma oturacağındakı fiqurun adı ilə adlandırılır. Yəni, prizma bir dənə şey deyil, prizma ümumi bir addır. Cürbəcür prizmalar var. 3 bucaqlı prizma, 4 bucaqlı prizma, 5 bucaqlı prizma, 6 bucaqlı, 10 bucaqlı, 15 bucaqlı prizma. Və deyir, prizma nədir? Oturacağındakı fiqurun adı ilə adlandırılır. Bax, bunu demək istəyir. Baxın, indi biz bu prizma adını necə deyəcək? Boş prizma deməyəcək. Deyəcək ki, 3 bucaqlı prizma. Çünki bunun oturacağı nədir? Bax, aşağısı və ya yuxarısı. Oturacaq bunlar da, düzdür? Bunun oturacağı nədir? 3 bucaqlı. Və biz buna 3 bucaqlı prizma deyəcək. Bu qədər sadə. Artıq prizmanı başa düşürsünüz. 4 bucaqlı olsaydı biz buna 4 bucaqlı prizma deyərdik. 5 bucaqlı olsaydı 5 bucaqlı prizma deyərdik. Gəlin bir dənə 3 bucaqlı prizmadan əlavə başqa bir prizma da çəkək, siz başa düşə biləsiniz deyə. Məsələn, bu dəfə 4 bucaqlı prizma çəkək. Bir dəqiqə. Mən bunun tezəsini açım. Yeni. Daha saxlanıc eləmirəm. 4 bucaqlı prizma çəkməyə çalışaq. Birinci bir dənə 4 bucaqlı çəkək. Elə 4 bucaqlı çəkirik. Əla. İndi prizma çəkməyə çalışaq. Baxın, oturacaq 4 bucaqlıdır. Düzdür, bir dənə 4 bucaqlı yuxarı qalxızıram. Görürsünüz? Oldu 4 bucaqlı prizma. Və salam, bu da hazır. Baxın, bunun oturacağı 4 bucaqlı olduğu üçün biz buna 4 bucaqlı prizma deyirik. Biz 6 bucaqlı olsaydı, oturacağı nə deyəcəkdik? 6 bucaqlı prizma. Bu qədər asandır. Artıq siz prizmaları necə oxumağı da bildiniz, prizmanın nə olduğunu da bildiniz. Prizma nədir? 2 dənə oturacaq olur, bir-birinə paralel və bu 2 dənə paralel fiqurlar eyni fiqurlar olur və eyni ölçüdə fiqurlar olur və bu zaman prizma yaranır. Yaxşı? İndi bu prizmanın yenə də yan üzlərini görürsünüz. Atın bu üzə özünüz baxın. Baba, yavaş-yavaş göstərir sizə. Bir dəqiqə saxlayaq. Bax, bu yan üzləridir. Görürsünüz? Bu yan üzləridir. Oturacağı hansıdır? Aşağısı və yuxarısı. Yəni ki, bir-birinə paralel olan bu 2 dənə fiqur, yəni ki, 4 bucaqlı bizim prizmamızın oturacağı. Ona görə biz bunu necə adlandıracağıq? 4 bucaqlı prizma adlandıracağıq. Keçdik
Prizma haqqında danışdıq. Artıq bu abzası başdan ayağa başa düşdük. Deyik, prizmanın iki paralel üzü onun alt və üst oturacaqlarının digər üzü isə yan üzlərdir. Bunu başa düşmüşük. Bax, prizmanın oturacaqlı fiqurunun adı ilə adlandırılır. Yəni ki, 3 bucaqlıdırsa oturacağı 3 bucaqlı prizma, 5 bucaqlıdırsa 5 bucaqlı prizmadır. Yəni ki, oturacağındakı fiqurun adı ilə adlandırırıq prizmanın. Prizmanın yan üzlərinin sayı oturacaq çoxbucaqlısının tərəflərinin sayına görə dəyişir. Bir söz nə demək istəyir? Bax, bunu da başa düşün. Əgər bir prizmanın oturacağı 4 bucaqlıdırsa, bax 4 bucaqlı da, bunun yan üzlərinin sayı 4 dənə olacaq. Bax, yan üzlərindən danışan 1, 2, 3, 4. Dəqiq əmin olmaq üçün 4 dənədir. Gəlin belə başlayaq. Bir dənə A hərfanı. Bir dəqiqə. A zadı var burada. Fərqi yoxdur. Bax, B-dən başlayaq. Bax, B-dən başlayırıq. Bax, B-dən başlayaq. Bu 1 üz. Bu ikinci üz. Bu üçüncü üz. Və bu da dördüncü üz. Görürsünüz, bax, tezdən gəldim B-yə. B-dən başladım. Bax, B-nin bu tərəfinə başladım. 1, 2, 3, 4. Deməli, oturacağı 4 bucaqlı olduğu üçün 4 dənə yan yüz olur. Bəs birdən oturacağı 6 bucaqlı olsaydı, o zaman nə olacaq? 6 dənə yan yüz olacaq. 7 bucaqlı olsa 7 dənə yan yüz olacaq. Yan üz deyirəm. Amma ümumi üzlərin sayısı nə olacaq? Ümumi üzlərin sayı yan üzlərinin sayına üstə gəl 2 gələcək. Yəni ki, yeri gəlmişkən bunu da artıq düsturunu verək, məntiqini də başa düşmüşük. Prizmada üzlərin sayını soruşanda, belə deyim, üzlərin sayını soruşanda üz. Gəl bunu silim, aşağısına yazaq. Baxın, prizmada bizdən üzlərin sayını soruşa bilərlər. Üzlərin sayını. Tillərin sayını, mən qısa-qısa yazacağım. Til və təpə nöqtələrin sayını soruşa bilərlər. Təpə. Deməli, biz prizmanın nə olduğunu bildik. Düzdürmü? Necə oxunur bildik. Adlı necə adlandırılır. Bir şəkildə görəndə bildik biz bunu necə adlandırırıq. Bunun hamısı başa düşdük. İndi prizmanın üzlərinin sayı neçə nə olacaq? Əgər bir prizma n bucaqlı prizma deyilirsə, n-ni elə belə deyilir. Məsəl üçün 7 bucaqlı ola bilər n-nin yerində, 8 bucaqlı ola bilər, 12 bucaqlı, fərqi yoxdur. Nə deyirsə, prizmanın üzlərinin sayı neçə nə olacaq? N üstə gəl 2. N üstə gəl 2. Niyə? Niyə n üstə gəl 2 oldu? Çünki bir prizma n bucaqlıdırsa, məsələn 10 bucaqlıdırsa, deməli onun yan üzlərin sayısı nə olacaq? Bayaq öyrəndik. 10 dənə. Çünki demiş ki, oturacaq neçə bucaqlıdırsa, yan üzlərin sayı da o qədər olur. Yəni ki, prizmanın üzlərinin sayı, yan üzlərin sayı n qədər olacaq. Üstə gəl 2 hardan gəldi çıxdı? Çünki məndən ümumi üzlərin sayını soruşur. Yan üzləri, məsələn 10 bucaqlıdırsa 10 dənə olur. Üstə gəl 2, bax bunun oturacaqları da var. Aşağı və yuxarı, o paralel olanlar. O oturacaqlar da 2 dənə olur da həmişə. 2 dənədən artıq olmur, az da olmur. Prizmada bunun 2 dənə oturacağı olur. Aşağı və yuxarı. Plus 2 də oradan əmələ gəlir. Ona görə də rahat şəkildə sizdən soruşanda ki, şifadə deyə bilərsiniz, 12 bucaqlı şəkil çəkməyə ehtiyac yoxdur, şəkilə baxmağa ehtiyac yoxdur. Deyirsə ki, 12 bucaqlı prizmanın neçə dənə üzü var? 12 üstə gəl 2. Avtomatik beynə fikirləşəm ki, 12 bucaqlıdırsa bunun oturacağı 12 bucaqlıdır. Oturacağı 12 bucaqlıdırsa, deməli bunun 12 dənə yan üzü var, düzdür? Və 12 yan üzü varsa üstə gəl 2 dənə də oturacağı var, aşağı və yuxarı. Deməli 12 üstə gəl 2, 14 dənə üz əmələ gəlir. Deməli üzdən sayını real şəkildə tapa bildir. Keçdik. Bəs tillər nədir? Keçək bu üzrə, hələ bu fiqurun üzərində baxaq. Tillər, baxın, bu xəttlərdir. Çəkilmiş xəttlər. Yəni, neçə dənə xətt varsa, onu soruşur bizdən. Tillər bu deməkdir. Tillərin sayısı nə olur? Fikir verin. Düsturu çıxarış edəcək. İndi bu 4 bucaqlıdır. Düzdür? 4 bucaqlı prizmadır. Çünki bunun oturacağı nədir? 4 bucaqlıdır. Yuxarısına aşağına baxın, 4 bucaqlıdır. Əgər 4 bucaqlı prizmadırsa, deməli, bunun aşağısında neçə dənə xətt var? Baxın. Aşağısında 4 bucaqlı var da 4 dənə. Adı üstündə 4 bucaqlısı, deməli, aşağıda 4 dənə xətt var. Bir oturacağında. Bəs digər oturacağında yuxarıda. Yuxarıdakı da 4 bucaqlı olur. Deməli, burada da 4 dənə xətt var. Deməli, 2 dənə 4 saydıq bu şey. Niyə 8 demirəm? Başa düşürsünüz. 2 dənə 4 saydıq. Bəs burada başqa xəttlər də var. Bu 2 dənə oturacağı birləşdirən yenə də 4 dənə xətt var. Yəni ki, bunun 4 dənə təpə nöqtəsini, və aşağıdakının 4 dənə təpə nöqtəsini birləşdirən bu xəttlər var. Bax, 1, 2, 3, 4. Deməli, oturacaq 4 bucaqlı olanda 4 dənə xətt aşağıda, 4 dənə xətt yuxarıda
və 4 dənə xətt də aşağı ilə yuxarını birləşdirən xəttlər. Deməli 3 dənə 4 yarandı. Və buradan biz düstur çıxarda bilərik. Deməli, əgər oturacaq 6 bucaqlı olsaydı, deməli 6 dənə xətt aşağıda, 6 dənə xətt yuxarıda, yəni ki tir yuxarıda və 6 dənə də onların təpə nöqtəsini yuxarıdan aşağı birləşdirən xətt olacaq. Yəni ki 3 dənə 6 olacaqdı. Deməli biz buradan düstur çıxardırıq ki, əgər bizdə n bucaqlı prizmanın neçə tili var soruşanda düsturumuz nə olacaq? 3 vur n. Çünki bayaqda 3 dənə oldu. Aşağıdakilər, yuxarıdakilər və aşağı ilə yuxarını birləşdirənlər. Deməli, məsələn, bizdən misal üçün deyək, 8 bucaqlı prizmanın neçə tili var soruşulsa, 3-ü 8-ə vuracaq, cavab olacaq 24. Bəs 15 bucaqlı prizmanın neçə tili var soruşanda, nə şəkil çəkirəm, nə bir şey. 15-i 3-ə vuracaq, 45. Yaxşı? Keçdik təpə nöqtələrin sayına. Təpə nöqtələrin sayı üçün də düsturu göstərim sizə. Bir dəqiqə başqa yerə girdim. Deməli, təpə nöqtələrin sayını soruşanda, baxın, yenə də 4 bucaqlı prizma üzərindən göstərirəm. 4 bucaqlı prizmanın aşağısında 4 dənə nöqtə var. Düzdür? Başqa yerdə nöqtə var? Yox, bir də yuxarısında 4 dənə nöqtə var. 1, 2, 3, 4 və salam. Deməli, 2 dənə 4 dənə nöqtə olur. Bir aşağıdakı oturacaq, bir də yuxarıdakı oturacaqda. Deməli, 4 bucaqlı prizmadırsa bu 4, 4. Yəni ki 2 dənə 4, yəni ki 8 dənə təpə nöqtəsi oldu. Və buradan düsturumuz nə olacaq? Təpə nöqtələrin sayını soruşanda 2-ni vuracağıq n-ə. Yəni ki, n bucaqlı, məsələn, 12 bucaqlı prizmanın neçə təpə nöqtəsi var soruşanda 2-ni 12-yə vuracaq. Bu da nə deməkdir? Əgər 12 bucaqlı prizmadırsa, bunun oturacağında 12 dənə təpə nöqtəsi var da 12 bucaqlının. Və həmçinin yuxarısında da eyni figurdakı 12 dənə təpə nöqtəsi də yuxarıda var. Aşağıda nöqtələr yoxdur. Yəni ki, belə deyəndə aşağıda var, yuxarıda var. Aşağı ilə yuxarını birləşdirmək üçün əlavə necə nöqtə zad falan heç nə yoxdur axı. Şəkildən də görürük. Əsas nöqtələr harda olur? Oturacaqlarda. Və tezdən qayıdıram həmin şəkilə. Mən niyə hər dəfə bunu açıram? Bir dəqiqə. Hə. Tezdən bu lazım bizə. Qayıdan həmin şəkildə nöqtələr ancaq hardadır? Yuxarıda və aşağıda. Yəni ki, oturacaqlar. Başqa bir nöqtə var? Yox, bunlar xəttlərdir sadəcə olaraq. Deməli, ona görə də 20 bucaqlı prizmadırsa, deməli oturacağı 20 bucaqlı və 20 dənə təpə nöqtəsi burada var, 20 dənə də yuxarıda. Yəni ki, 2 vur 20. Bu qədər sadə. Düsturumuz nə oldu? 2 vur n. Və hamısını öyrəndik. Prizmanı mükəmməl şəkildə bütün məlumatlarını dəqiqliklə verdik. Yəni narahat olmayın. Keçək piramidaya. Yazaq bura piramida. Piramida da n bucaqlı olacaq. Gəlin bir dənə belə eləyək bunun cədvəl kimi. Bax, piramidada üzlərin sayı üçün düstur bura yazacağam. Amma hələ birinci piramidanı öyrənək. Tillərin sayı üçün bura, təpələrin sayını tapmaq üçün düsturu bura yazacağam. N bucaqlı piramida üçün. Amma hələ birinci piramidanı öyrənək. Prizma bildik ki, bayaq öyrənəndə və 2 dənə üzü olur, yəni ki, çox üzü olur, o heç. Yəni ki, bir-birinə paralel 2 üzü olur və eyni figurdan ibarət olur və biz bu zaman buna prizma dedik. Bəs piramida nədir? Piramidanın bir dənə oturacağı olur. Bir də ucu biz gedir. Yəni ki, bax, şəkillərini də göstərir. Piramida deyəndə Misir ehramları da belki yadınıza düşür. Nə olur? Ucu bizdir də. Deməli, piramidadan danışanda piramidanın prizma kimi 2 dənə bir-birinə paralel üzü olmur. Yəni ki, bax, məsələn, burada şəkildə göstərir. 2 dənə bir-birinə paralel üz var. Amma bu prizmadır. Piramidada isə bir dənə aşağı olur, yuxarıda üz olmur. Yəni buna paralel üz olmur. Yuxarısı gedir bir nöqtəyə birləşir. Yəni ki, bir dənə oturacaq olur və o oturacağın bütün nöqtələri gedir bir nöqtəyə birləşir. Yəni piramidanı da çəkməyə çalışaq. Bir dəqiqə. Bunu bağlayaq, təzəsini açaq. Yenisi saxlanıc eləməyə ehtiyac yoxdur. Bunu da açaq. Anı. Neçə bucaqlı piramida? Burada da hazır piramida olmalıdır. Bir dəqiqə. Deməli, baxın. Gəl. Bu da oldu bizim piramidamız. Yəni bunu da götürüm, çevirim sizin üçün. Baxın, bu oldu piramida. Piramidada prizma kimi oturacağına görə adlanır. Bunun bir dənə oturacağı vardı, amma o birisi kimi 2 dənə deyil. Oturacağı nədir bu piramidanın? Bax, oturacağı budur da. Bax, bu. Bu piramidanın oturacağı nə oldu? 3 bucaq. Oturacağı 3 bucaq oldu. Həmişə 3 bucaq olur? Yox. Yəni piramidanın oturacağı 5 bucaq, 12 bucaq. Nə istəyən ola bilər. Deməli, hal-hazırda 3 bucaq olduğu üçün biz bu piramida nə deyəcəyik? 3 bucaqlı piramida. Prizma kimi. Bunu da oturacağına görə adlandırırıq. Çox sadə. Demək olar ki, prizma ilə eyni şeydir. Sadəcə olaraq bunun nədir? 2 dənə oturacağı yox, bir dənə oturacağı var və o bir dənə oturacağında bütün təpə nöqtələri gedir, yuxarıda bir nöqtəyə birləşir. Deməli, nə oldu? Piramida oturacağı görə alınır və buna 3 bucaqlı piramida deyəcəyik. Və piramidanın da yan üzlərinin sayı prizmada olduğu kimi oturacaq neçə bucaqlıdırsa yan üzlərin sayı o qədər. Məsələn, oturacaq nədir? 3 bucaqlı indi görürük, düzdür? Deməli, yan üzlərin sayı da 3 də olmalıdır. Bax, 1, bax, bu ikinci yan üz, bu da üçüncü yan üz.
Və salam. Sonra tezdən eyni şey başlayır. 1, 2, 3. Deməli, nə oldu? Oturacağı neçə bucaqlıdırsa bu piramidanın, deməli yan üzləri də o qədər olur. Məsələn, bu piramidanın oturacağı 4 bucaqlı olsaydı, yan üzərinin nə olardı? 4 dənə. Gəlin qayda bir dənə 4 bucaqlı piramidada çəkməyə çalışaq. Bir dəqiqə. Bağlayaq bildirişi. Getdi, YouTube-a girdi. Mən nə edirdim? Fikrimi yayındırdı bu bildiriş. Bir dənə çox bucaqlı çəkək, yəni ki 4 bucaqlı çəkək. Birinci bunu bağlamalıyıq da biz. Deyirəm, axı nəsə. Yenisini açaq. Bir dəqiqə, vaxtımız biraz gedəcək. Yeni. Qayd etmə. Əla. Buraya gələk. Bir dənə 4 bucaqlı çəkməyə çalışaq. Hələ 4 bucaqlı. Sonra bunu piramida formasına salaq. Bu da oldu bizim piramidamız. Bayaq 3 bucaqlı piramida çəkmişdik, düzdür? Bu da oldu 4 bucaqlı piramida. Tam aydın başa düşərsiniz yəqin ki artıq. Bax, oturacağı nədir? Yəni aşağıya elədim. Aşağısı nədir? Oturacağı 4 bucaqlı. Oturacağı 4 bucaqlı neçə dənə yan üzü olmalıdır? 4 dənə. Bax, doğrudan da bu 1 yan üz, bu ikinci yan üz, bu üçüncü yan üz, bu da dördüncü yan üz. Dən belə atın fırlansın özü siz də baxın. Baxın 1, 2, 3, 4. Sonra tezdən başlayır. Düzdür, 4 dənə yan üz oldu. Oturacağı 4 bucaqlı olduğu üçün bunun 4 dənə yan üz oldu və bunu necə adlandırılır? 4 bucaqlı piramida. Bu qədər sadə. Yaxşı, yan üzlərinin sayını başa düşdük. Onda bu piramidanın ümumi üzlərinin sayı neçə olacaq? Yan üzlərinin sayının üstünə bir dənə 1 gələcək də vəssalam. Çünki bunun bir dənə oturacağı var. Prizmada nə gəldik? Üstünə 2 gəldik. Yan üzlərinin sayına 2 gəlirdik. Çünki 2 dənə əlavə oturacağı var. Bunun amma bir dənə oturacağı var. Deməli, bunun üzərinə 1 gələcək. Vəssalam, bu qədər sadə. Deməli, piramidada üzlərinin sayını soruşanda n bucaqlı piramidanın üzlərinin sayını sizdən soruşanda n üstə gəl 1 düsturundan istifadə edirsiniz. Mənasını başa düşürsünüz, düsturu əzbərləməyə də ehtiyac yoxdur. Yəni 12 bucaqlı piramida soruşursa məndən deyir ki, 12 bucaqlı piramida neçə üzü var? 13 dənə. Çünki 12 bucaqlı piramidası onun 12 dənə yan üzü var. 12 dənə yan üzü varsa üstə gəl 1. Yəni ki, bir dənə də oturacaq. Ümumilikdə 13 dənə üzü var ümumilikdə. Yaxşı, tillərin sayını soruşanda, yəni ki, xəttlərin sayını soruşanda, gəlin baxaq buna uyğun, tam məntiqi tutun. Əgər tillərin sayını soruşursa, məsələn 4 bucaqlı piramidadan götürəndə bunun aşağıda 4 dənə nəyi var? Xətti var. Əgər oturacağı 4 bucaqlıdırsa, deməli 4 dənə xətti var və ya n bucaqlıdırsa, deməli n dənə xətti var. Düzdür? Bunu başa düşdüm. Bir də xəttlər hardadır? Yəni ki, tillər. Bir də yuxarıda bir dənə təpə nöqtəsi var. Ora birləşən xəttlər var. Yəni ki, əgər oturacaq 4 bucaqlıdırsa, bunun 4 təpə nöqtəsinə var. Yəni də göstərirəm. Yox, çox aşağını, bax aşağını. Bunun 4 dənə oturacağın təpə nöqtəsindən xırda-xırda xəttləri görürsünüz. Bax, bu təpə nöqtəsi gedib yuxarı birləşir, bu gedir yuxarı birləşir. Yəni ki, 4 dənə xətt çəkilməlidir avtomatik. Yəni ki, n bucaqlı piramidadırsa, n dənə aşağıda xətt olmalıdır və o n dənə təpə nöqtəsini yuxarıya birləşdirən n dənə xətt olmalıdır. n. Neçə oldu? 2 dənə n. Yəni ki, 2-ni n-ə vurmalı. Bu 4 bucaqlı piramidada neçə dənə tili oldu? 4 burada, 4 də yuxarı. 8 dənə. Yəni ki, 2 vur 4. Deməli, buradan düsturumuz çıxır ki, n bucaqlı piramidanın tillərinin sayı 2 vur n-lə tapılır. Məsələn, 9 bucaqlı piramidanın soruşsa bizdən neçə tili var? Şəkildə çəkməyə ehtiyac yoxdur. 2 vur 9, 18 dənə tili var. Bəs 17 bucaqlı piramidanın neçə tili var? 17 vur 2, 34. Deyirəm, 34 dənə tili var. Təpə nöqtələrin sayını soruşanda isə təpə nöqtəsi neçə dənə olar? 4 bucaqlı piramidadır bu. 4 bucaqlının 4 dənə təpə nöqtəsi var hələ ki. Oturacağının. Düzdür? Deməli, n bucaqlı piramida olsa, oturacağı da n bucaqlı olar. Deməli, n də təpə nöqtəsi olar. Üstə gəl 1. Bir dənə də lap təpədə nöqtə olur axı. Yəni, neçə bucaqlı piramida deyirdisə, məsələn, 12 bucaqlı piramida desə, bunun məxrəc deyəcəkdim. Bunun oturacağında 12 dənə təpə nöqtəsi olur. Düzdür, 12 bucaqlıdır da oturacağı. Və plus 1. Bir dənə yuxarıda bir dənə nöqtə olur. Hamısı gəlir oraya birləşir. Xətti soruşmur, təpə nöqtələrini soruşur. Deməli, düsturumuz nə olacaq? N plus 1. Yəni, 4 bucaqlı piramidanın neçə dənə təpə nöqtəsi var? 5 dənə. Bəs 15 bucaqlının 16 dənə. 7 bucaqlının 8 dənə plus 1. Yəni, neçə bucaqlıdırsa, üzərinə 1 gəlir. Bəs bu düsturları da su kimi öyrəndiniz. Mən ümid edirəm ki, siz prizma ilə piramidanı rahat şəkildə öyrənirsiniz. Gəlin, bu mətni də indi oxuyaq. Bu mətni bayaq oxusaydı, heç nə başa düşməlisiniz. İndi rahat başa düşəcəksiniz.
Tezini oxuram. Prizmanın iki paralel üzü, onun alt və üst oturacaqları, digər üzləri isə yan üzlərdir. Prizma oturacağındakı fiqurun adı ilə adlanır. Prizmanın yan üzlərinin sayı oturacaq çoxbucaqlısının tərəflərinin sayına görə dəyişir. Bu hamısı başa düşürsünüzsə, iki paralel üz nədir bildiniz, oturacaqdakı fiqurun adı ilə adlanır. Biz artıq bilirik doğrudan oturacaq neçə bucaqlısı onu adlandıraq. Yan üzlərin sayı oturacaq çoxbucaqlısının tərəflərinin sayına görə dəyişir. Yəni ki, oturacağı neçə bucaqlıdırsa, yan üzləri də o qədərdir. Sonra deyir ki, məsələn, oturacaq 5 bucaqlı olan prizmanın 5 yan üzü, cəmi isə 7 müstəvi üzü var. Yəni ki, 5 bucaqlısı oturacağı 5 dənə yan üzü var. Amma ümumi üzlərin sayı neçə dənədir? 7 dənə. Çünki 5 dənə yan üzü üstə gəl 2. Həmin oturacaqlar. Göz 7 alınıb. 7 müstəvi üzü var. Bax, n+2-dən istifadə ediblər. Düz prizmanın yan üzləri düzbucaqlılardır. Yəni yan üzlər düzbucaqlılar olur. İndi mən prizmanın şəklini sildim də var. Bax, yan üzlər bunlar idi də, düzdür? Bax, yan üzə baxın. Düzbucaqlıdır. Bax, yan üzə baxın, düzbucaqlıdır. Yan üzlər düzbucaqlı olur. Neyin? Düz prizmaların. Yaxşı. Oturacağı düzbucaqlı olan düz prizmaya düzbucaqlı paraleliped də deyilir. Bu heç bunun haqqında onsuz keçdik növbəti dərslərdə. Yəni ki, oturacaq biz demirdik 5 bucaqlı piramida, 5 bucaqlı prizma dedik buna, 5 bucaqlısa 6 bucaqlısa 6 bucaqlı prizma, 4 bucaqlısa 4 bucaqlı prizma, düz bucaqlısa düz bucaqlı prizma da deyə bilərsiniz. Amma biz buna başqa adla eyni şeydə prizma aiddir. Düz bucaqlı paraleliped dedik. Bunu demək istəyir. Düz bucaqlı paraleliped də deyilir. Bunun haqqında ayrıca keçiləcək. Piramida piramida haqqında danışırıq. Piramida oturacağı istənilən çoxbucaqlı olan fəza fiqurudur. Bayaq danışdıq da, yəni ki, hər hansı bir çoxbucaqlı ola bilər. Piramidanın yan üzləri ortaq təpəli üçbucaqlardır. Necə ki, bunun yan üzləri düzbucaqlar deyildi. Burada yan üzlər üçbucaqlar olur. Bax, bu üçbucaqdır. Yan üzlərdən danışırıq. Oturacaq nə istəyən olur. Amma yan üzlər avtomatik üçbucaq yaranır. Ortaq üçbucaqlardır. Piramidalar oturacaq çoxbucaqlısı ilə adlandırılır. Yəni ki, əgər bunun oturacağı 4 bucaqlısa, biz buna 4 bucaqlı piramida, 5 bucaqlısa 5 bucaqlı piramida, 3 bucaqlısa 3 bucaqlı piramida deyirik. Prizmada olduğu kimi. Hər şeyi mənə elə gəlir ki, rahat öyrəndik. Prizma və piramidanın mövzu izahını izlədinizsə, ümid edirəm ki, bu mövzuda hər şey sizə tam aydındır. Sadəcə o videoda bilməm qeyd eləmişəm ya yox, qeyd eləməmişəmsə yenə də qeyd eləyim. Şəkillərdə 100% göstərmişəm, amma dillə demişəm ya yox, onu bilməm, ona görə qeyd edirəm ki, bunu da yadda saxlayın ki, prizmanın, istənilən prizmanın yan üzləri paraleloqram olur, yan üzləri paraleloqram olur, oturacağı müxtəlif ola bilər. Məsələn, deyək ki, 8 bucaqlı prizma. Onda oturacaq 8 bucaqlıdır da, yuxarısı da 8 bucaqlıdır. Çünki oturacaq 2 dənə olur. Amma yandakı üzlər 100% paraleloqram şəklində olmalıdır. Bu bir. İkincisi, piramidanın isə yan üzləri 3 bucaq olur. Oturacaq fərqli ola bilər. Deyək ki, 12 bucaqlı piramida. Yəni oturacağı 12 bucaqlıdır. Təpə nöqtəsi ucu bizdə olsun, yuxarıda işin olmur. Amma bu yan üzlər var ha, oturacaqla işim yoxdur. Yan üzlər həmişə 3 bucaq olur. Tezdən deyirəm. Prizmanın yan üzləri paraleloqram olur 100%. Piramidanın yan üzləri 3 bucaq olur 100%. Ha, bunu yadda saxlayın. Keçirəm indi onu öyrənmişsinizsə nə qalıb öyrənməyə bizim üçün? Bir dənə düzbucaqlı paraleliped, bir də kub. Düzbucaqlı paraleliped budur, kub da budur. Hindən göstərim elə-belə. Onu siz bilirsiniz çoxunuz. Baxan kimi sadəcə mənə elə gəlir ki, çoxunuz düz ki, Rasim bu hələ prizmadır da biz prizma öyrəndik ya. Bu hələ prizmadır. Düz deyirsən, bu hələ prizmadır. Bunu yandırmışam 3 saat danışıram. Həri. Bu hələ prizmadır. Çünki prizmanın xassəsi nə idi? Oturacağı 2 dənə olur. Bunda oturacağı 2 dənədir. Bax, düzbucaqlı, düzbucaqlı. Özü bir-birinə bərabər düzbucaqlılardır və bir-birinə paraleldirlər. Bu prizmadır da, düzdür, bu prizmadır. Onda prizmada bildiyimiz bütün xassələr buna aiddir, bütün xassələr buna aiddir. Yəni sən burada xüsusi bir iş öyrənmirsən. Nə var ki, bu düzbucaqlı paraleliped öyrənmir? Buna düzbucaqlı paraleliped deyirlər, bəzən kuboid də deyə bilərlər. Məsələlərdə yadda salacağam, kuboid də deyə bilərlər. Kuboid və ya düzbucaqlı paraleliped. Məsələ işində olsa o sözdən daha rahat danış olacaq və beynimizə həkk olacaq. Deməli, bu hələ prizmadır. Ona görə də buna heç baxmadan, şəklə baxmadan mən deyə bilərəm ki, sən də deyə bilərsən artıq bunu ki, məsələn, soruşsa ki, düzbucaqlı paralelipedin neçə dənə təpə nöqtəsi var? Deyirəm, bu oturacağı 4 bucaqlıdır da, düzbucaqlı yəni 4 bucaqlıdır da. Mən də prizmanın təpə nöqtələrinin sayını tapanda 2 vur n üstündən istifadə edirdim. Yəni 2 vur 4, 4 bucaqlı da oturacaq. Yəni bu 8 dənə təpə nöqtəsi var. Şəkildən də görürük. Onsuz 1, 2, 3, 4, 5, 6 təpə nöqtələrdə 7, 8 dənə təpə nöqtəsi var. Amma biz prizma öyrəndiyiz, biz şəklə baxmadan da deyə bilirik də, onu demək istəyirəm. Və soruşsalar ki, məndən bunun neçə dənə üzü var? Ümumi üzlərin sayı neçə dənədir? Deyirəm, bu prizma deyil, oturacaq 4 bucaqlı deyil. Prizmanın üzlərinin sayını tapanda n+2 üstündən istifadə edildik. Yəni 4, bu 4 bucaqlı daxil, 4 plus 2. 6 düz bu. Doğrudan da şəklə baxanda 1, 2, 3, 4, qabaq 5, bir də arxa 6. Yəni şəkildən də görürsünüz. Və ya tillərin sayını soruşsalar. Deyirəm, prizmada 3 vur n tüstürüylə mən tillərin sayını tapırdım.
Yəni n də nə idi? Oturacağını 4 bucaqlı olduğu üçün 3 vur 4. Deməli 12 dənə tili var. Doğrudan da 1, 2, 3, 4 dənə xətt aşağıda, 1, 2, 3, 4 dənə xətt yuxarıda, 1, 2, 3, 4 dənə xətt aşağıdan yuxarıya gedən xəttlər. 4, 4, 4, 12 oldu da. Yəni siz bunları onsuz da bilirsiniz. Mən bayaqdan danışıram. Sadəcə sizi rahatladıram ki, siz onsuz düzbucaqlı parallelepipedi, yəni kuboidi başqa adıyla su kimi bilirsiniz. Sadəcə artıq prizma piramidanı öyrənmirsən su kimi. Onu qoy qırağa. Onu su kimi həll edəcəksən. Suallar qabağımıza çıxsa. Burada nə öyrənəcəyik biz? Burada düzbucaqlı parallelepiped ilə kubda nə öyrənəcəyik? 3 dənə şey. İkisi üçün də 3 dənə şey. 1. Tillərinin cəmi. Yəni bütün tillərinin uzunluqları cəmi tapılır o. 2. Həcmi. 3. Tam səthinin sahəsi. Vəssalam. Tillərinin cəmi, uzunluqları cəmi, tam səthinin sahəsi, həcmi. 3 dənə şey. Bunun üçün də onun üçün də öyrənəcəyik. Yəni burada çətin bir şey yoxdur. Bütün prizmaları soruşa bilər? Yox. Bu 3 dənə sualı ancaq bu ikisi üçün verir. O ümumi prizmalar üçün, ümumi piramidalar üçün bayaq öyrəndiyimiz suallar verə bilər. Təpə nöqtələrin sayını tap, üzlərin sayını tap, nə bilim, təpə, üz, başqa nə olur? Tillərin sayını tap, ancaq bunu soruşar. Amma bu ikisi üçün bu əlavə olaraq onu da soruşa bilər ki, tillərinin cəmini tap, tam səthin sahəsini tap, həcmini tap. Vəssalam. Keçdik onda vaxt itirmədən bura. Bax, düzbucaqlı parallelepipeddə bütün tillərinin cəmini tapmaq üçün düstur 4 vur A, üstə gəl B, üstə gəl C. Rasim, səndən nədə birbaşa düstur yazdım? Təbii ki, mütləq şəkildə bu düsturun harada yandığını sənə göstərəcək ki, məntiqlə ömürlük yadında qalsın. Niyə? Çünki bax, bunun uzunluğuna mən A desəm, bax A desəm, bu tilin uzunluğuna. Onda bu til də A'dır da. Çünki bax, bura düzbucaqlı da axı yan üzü. Düzbucaqlı da bax burada. Qarşı tərəflər bir-birinə bərabərdir. Onda bu A'dırsa, bu A'dırsa, buradan baxaq, bu A'dırsa, burada bir dənə düzbucaqlı var ha. Bunun qarşı tərəfi bu da A'dır da, düzdür, burada A'dır. Bu A'dırsa, onda burada bir dənə düzbucaqlı var ya yan üzdə. Buna bu qarşı tərəf olduğu üçün burada A'dır. Eyni məntiqlə. Onda mən bütöv uzunluğa bura B desəm, onda aşağıda bir dənə belə düzbucaqlı yaranır. Bu onun qarşı tərəfində var nöqtələri qoydum. Onda buranın uzunluğu B'dir. Düzdürmü? Belə düzbucaqlı kimi baxsam, bax bu düzbucaqlıya, bura B-dirsə, bu da onun qarşı tərəfi olduğu üçün burada B-dir. Üstdəki düzbucaqlıya baxsam, bura B-dirsə, burada B-dir. Keçdim bura, bax bura. Bu tilin uzunluğuna mən C desəm, bilməm neçədir, C desəm. Yuxarı üzdə düzbucaqlı var ya, bu da onun qarşı tərəfi olduğu üçün burada C'dir. Burada düzbucaqlı var ha, bura C olduğu üçün bu da onun qarşı tərəfi olduğu üçün burada C'dir. Düzdürmü? Aşağıda düzbucaqlı var ha, aşağı üz oturacağı. Bura C olduğu üçün burada onun qarşı tərəfi olduğu üçün burada C'dir. Yəni baxanda görürsünüz ki, burada 1, 2, 12 dənə til olmur. 12 dənə tilin 4-ü bir-birinə bərabərdir. 4 dənə A var. 1, 2, 3, 4 dənə B var. 1, 2, 3, C'nin bir sanı burada. 4 dənə də C var. Vəssalam. Deməli, əslində tilləri cəmi. Bax, düzbucaqlı parallelepipedin tillərinin cəmi nədir? 4 dənə A var. Üstə gəl 4 dənə B. Üstə gəl 4 dənə C. Və burada orta olduğu kimi 4'ü mötərizə xaricdən çıxardığında olur 4 vur A plus B plus C. Yəni düstur buradan yaranır. Burada çətin bir şey yoxdur. Məntiqində dediyim sözü. Amma düstur bu qədər sadədir. Düzbucaqlı parallelepipedin bütün tillərinin cəmini taplayanda 4 vur A plus B plus C düsturundan istifadə ediyorsun. Məsələn, söz verəcək, edəcək ki, eni 5'dir, uzunluğu 3'dir, nə bilim, falan şeyi 4'dir. Yazırsan 5 üstə gəl, 3 üstə gəl 4. 4 vuru da qabağında sual həll olundu. Keçdik ikinci sual neydi? Tam səthinin sahəsi. S bərabərdir. Bu dəfə necə yandığını göstərəm, sonra düsturu yazacağım bura. Çox asandır o da. Bax, tam səthin sahəsini soruşsa məndən. Deyirəm birinci, başlayayım hardan? Bir dəqiqə, öz xəttimi. Buradan başlayıram, arxadan. Bax, arxada bir dənə düzbucaqlı var ha, arxada. Bax, arxada. Arxa. Bu qabaq hissəsidir. Arxa hissəsindən başlayıram. Bax, o qabaqdan başlayalım. Nəsə arxaya getdim, çıxdım mən. Bax, bu qabaq hissəsi var, ön hissəsi. Bu düzbucağının sahəsi tapmaq üçün mən nə etməliyəm? Eni A-dır, uzunluğu B-dir. A-nı vurmalıyam B-yə. A-nı B-yə vursam, A vur B. Mən təkcə buranın sahəsini tapıram. Amma bunun arxa üzü də bununla eyni üzdür, arxada olan üzü. Bununla eyni üz olduğu üçün bunun sahəsi AB-dirsə, onun da sahəsi AB-dir. Yəni ikisinin bir yerdə sahələri nə oldu? 2 dənə AB. 2 AB. Mən bütün üzlərin sahələr cəmini tapmalıyam. Tam səthin sahəsi tapmaq üçün 6 dənə üz var. 6'sının da sahələr cəmini tapmalıyam. İkisini tapmışam artıq. Birisi AB-dir, ikincisi də AB-dir, oldu 2AB. Üstə gəl, digərlərini tapmalıyam. Bura baxıram, bax bura. Bura baxaq, daha rahat görsənir. Bax, burada bir dənə düzbucaqlı var. Uzunluğu A-dır, eni C-dir. Bunun sahəsi tapmaq üçün A-nı C-yə vurmalı deyirəm. Vuram A-nı C-yə, sahəsini tapdım. Bu AC-dirsə, bu üzdə yan üz var. Yəni bununla üzböz olan yan üz. O da AC-dir, eyni olaraq. Deməli, 2 dənə AC. Oldu 2 AC. Üstə gəl.
AB, AC nə qaldı? BC. Bax, hardadır bura? Üst üzə baxın. Bunun sahəsini tapmaq üçün uzunluğu B-dir, eni C-dir. B-ni C-yə vursam sahəsini tapıram. Yuxarı üzün. Onda oturacaq da bax, bu oturacaq da onun payıdır da. Onun qarşı üzü nə olur? Onun sahəsi BC-dir. Onun 2 dənə də BC burada. Və buradan görəm ki, sahə, tam sətin sahəsi tapmaq üçün 2AB plus 2AC plus 2BC üstündən istifadə olunur. Bunu biraz da sadələşdiriblər. Bu hər üçü üçün ortaq vuruq 2 olduğu üçün 2-ni mötərizə xaricini çıxardıblar. Cavab olub 2 çıxır bayra. Olur AB plus AC plus BC. Və salam. Yəni daha bunu silim, beyniniz qarışmasın. Bunu izah vermək üçün göstərmişdim. Tam səthin sahəsini tapmaq üçün düstur budur. Və bu da çox asandır. Bu AB, AC, BC sözü çaşdırmasın. 3 dənə tərəfi olmur. Yəni 3 dənə tili olmur. Əslində 12 dənə tili olur, amma 3 dənə fərqli tili olur. O birisi də ona bərabər olur. Məsələn, bir nöqtədən çıxan 3 dənə tili var. A, B, C. O birisilər hamısı A, B, C-dir. Yəni onu demək istəyirəm. 3 dənə fərqli til olur. Biz o 3 dənə fərqli tilin uzunluğunu bilsəm, məsələn, həlimiz üçün 2 vurulsun. Bir dəfə A-nı B-yə vuran, bir dəfə A-nı C-yə götürüb AB, AC, bir dəfə də B-ni C-yə. Cüt-cüt bunları bir-birinə vuran. Bu qədər asandır. A-nı B-yə, AB, A-nı C-yə, AC, B-ni C-yə, BC. Yəni düstur huzuru yadda saxlayacağız. Bu da oldu tam səthinin sahəsi. İndi keçdik həcminə. Üçüncüsü həcmidir. Həcmi tapmaq çox asandır. A vur B vur C. 3 dənə fərqli ölçü olmur. Bunların hamısını bir-birinə vururuq. Yəni n uzunluq hündürlük, düzbucaqlı paralelipedin və ya kuboidin həcmini tapmaq üçün n uzunluq hündürlük. Bax. N uzunluq, bu da hündürlük. Bax. N uzunluq hündürlük. Üçü bir-birinə vurulur. Yəni A, B, C. Və salam. İndi keçək kub üçün danışmağa. Kubda çox danışmayacağım. Bunun eynisidir. Sadəcə kubun düzbucaqlı paralelipedindən fərqi nədir? Kubda bütün üzlər kvadratdır. Düzbucaqlı paraleliped düzbucaqlı olur. Burada isə bütün üzlər, bütün hamısı bir-birinə bərabər kvadrat, hamısı bir-birinə bərabər kvadratdır. Yəni kubun bir tərəfinə A desən, bütün tərəfləri A. Daha yazmıram da hamısı bir-bir A, hamısı A'dır. Onda kubun tilləri cəmi deyəndə çox asandır da. L nəyə bərabərdir? Bunun 12 dənə tili olmur. Yəni prizmanın, dördbucaqlı prizmanın 12 tili var da, bunu bir şəkildən saya da bilərik. 12 dənənin 12-si də A-dırsa, 12 də A-nı toplayan nə olacaq? 12 A-da çox asandır. Məntiqini bilsən bu düsturu əzbərləməyə ehtiyac yoxdur. Ömürlük yadında qalacaq. Çünki 12 dənə tili var və hər biri A olduğu üçün kubun bütün tilləri bir-birinə bərabərdir. Çünki bütün üzləri bir-birinə bərabər kvadratlardır. 12 də A-nı toplayanda olur 12A. Sonra gəlir tam səthin sahəsinə. Gələ. Bu nədir? S. Tam səthin sahəsi tapmaq üçün bayaqdır. Bütün üzlərin sahələrini cəmi tapmalıyam. Bunun bir tərəfi A-dır, bir üzünün sahəsi olur A kvadratı. Çünki bunun üzü kvadratdır axı. Kvadratın sahəsini tapmaq üçün nə edirlər? Tərəfi kvadrat yüksəldirlər. Yəni bu kubun bir üzü kvadrat olduğu üçün bir tərəfi də A-dırsa, bir üzünün sahəsi olur A kvadratı. Bunun 6 dənə üzü var, 6-sı da eyni üzdür. Yəni ki, eyni kvadratlardan ibarətdir. Bunun sahəsi A kvadratdırsa, o birisinin də sahəsi A kvadrat. Yəni burada 6 ilə A kvadratını toplamalıyam. 6 ilə A kvadratını toplayanda olur 6A kvadratda. Və salam. Bu da oldu kubun tam səthin sahəsinin düsturu. Gəldik həcmə. Həcmi tapmaq üçün bayaq nə dedik? A vur B vur C, n uzunluq hündürlük. Burada bunun eni nədir? A'dır. Uzunluğu nədir? A'dır. Hündürlüyü nədir? A'dır. Burada üçü də A'dır da. Çünki bütün tilləri bərabərdir axı. Yəni burada A vur B vur C olmayacaq. Olacaq A vur A vur A. Hələ bu da A'nın kubu deməkdir də. Yəni A'nın 3 dəfə özü-özünə vuramsa, hələ A'nın kubu deməkdir. Düz deyil? Yəni 3 vur 3 vur 3 nə deməkdir? 3-ün kubu. 5 vur 5 vur 5 nə deməkdir? 5-in kubu. Və salam. Prizma və piramidanın nə olduğunu öyrənmisənsə, mən uzun-uzadı danışıram ki, tam aydın olsun sizə. Amma kim istəyirsə əzbərləmək, bir dənə bu 3 düsturu, düzbucaqlı paralelipeda aid bu düstur, kuba aid bu düsturu. Bu 3 dənə düsturu əzbərləməyiniz kifayətdir ki, artıq fəza fiqurlarının məsələlərinə giriş edək və çox rahat şəkildə onları işləyək. İnanıram ki, video izahı izləyərkən çox böyük probleminiz olmayıb, olubsa mənə sual verə bilərsiniz. Bir də ki, biraz beyninizi gücə verin, əsas mövzu izahlarında. Məsəl üçün, görürsən, beyni yorulub saxla, dincəl, geri ver, tezdən bax, biraz da dincəl. Amma mövzu izahına tam fokuslanaraq bax, məntiqləri tutmağa çalış, düsturları əzbərləməyə çalış, düsturları hansısa məntiqlə yadda saxlamağa çalış. Laf məntiqini tutmamısan, hamımız neyəsə dayanaraq, hansı sözəsə dayanaraq onu əzbərində, o sözə uyğun yadda saxla. Yəni, boş əzbərləsə yadından çıxa bilər. Buna uyğun mövzu izahını tam mükəmməl öyrənin. Çünki növbəti videoda artıq testlərin məsələlərin izahını keçəcəyik. O izahlar sizin üçün daha rahat olsun. Çünki o izahlarda mən sizi yönləndirəcəm ki, mövzu izahına baxmısan, orada demişik ya bunu. Ona görə mövzu izahına çox güc verin, sonra testlərin izahında çətinlik çəkməsiniz. Bu video olub bu qədər. Diqqətinizə görə çox sağ olun. Sağ olun.